NoFap nədir? NoFap, masturbasiyadan və porno izləməkdən uzaq qalmaq hərəkətidir. Məqsəd enerjini və zehni gücü bərpa etməkdir. NoFap'ın faydaları, yararları. 1. Zehni güc və fokus artır. Beyin daha aydın işləyir. Dərs, iş və idman sayəsində diqqət çoxalır. Motivasiya və məqsəd hissi yüksəlir. 2. Özünə inam artır. Artıq utancaqlıq və qorxu azalır. Danışanda, insanlarla ünsiyyətdə daha rahat olursan. Özünü güclü və nəzarətdə hiss edirsən. 3. Enerji partlayışı. Yorğunluq və halsızlıq azalır. Daha çox hərəkətli, enerjili və canlı olursan. Səhər daha təravətli oyanırsan. 4. Psixoloji rahatlıq. Depressiya, günah hissi və narahatlıq azalır. Beyin dopamin balansını bərpa edir. Özünü daha sakit və xoşbəxt hiss edirsən. 5. Hörmət və cəlbedicilik. İnsanlar sənə fərqli baxmağa başlayır. Qızlar səndə özünə nəzarət gücünü hiss edir. Duruşun, baxışların və enerjin dəyişir. 60. Bədən və sağlamlıq. Testosteron səviyyəsi yüksəlir. İdman nəticələri yaxşılaşır. Dəri daha təmiz. Baxışlar canlı olur. 70. İradə gücü. Hər dəfə tab gətirdikcə özünü daha möhkəm hiss edirsən. Yox deməyi öyrənirsən. Bu iradə həyatın digər sahələrinə də keçir. Unutma, NoFap sadəcə heç nə etməmək deyil. Bu enerjini özünü inkişaf etdirməyə yönəltməkdir. İdman, kitab oxuma, iş, məqsəd, hədəf.